Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi son tarixi mənbələr təbliğata qarşı. Azərbaycan Respublikası Gənclər Fondu. Müsahib Nazilə Kazımova Əsədova Hüseyn qızı. Müsahibə alan Xalid Ələkbərov və Aydə Xudayverdiyeva. Nazlı xanım salam. Hoş gördük. Hoş gördük. Hoş geldik. Çok hoş geldiniz. Nazlı xanım, sizin haqqınız, istəyirəm sizi tanıyam. Kimsiniz? Harda doğulmusunuz? Ben Qərb Azərbaycandan Basakəçə rayonu Dərəkəndin alan doğmuşam 1957-ci ildə. Yəni bizim kəndimiz Hansı 8 ayda? illikdə, aprel ayının 10-da. Bizim kəndimiz 8 illikdən ibarət olduğu üçün 2 il qonşu kəndə, Pəmbə kəndində oxumuşam. Sonra Ailədə neçə uşaqsınız? ailədə 3 uşaq, 2 qardaş, 1 bacı. Yəni oradan da mən uşaq vaxtı biz gedirdik rayona, elə nəsə bayram pay almağa, nəyəsə. O vaxtdan ermənilər bizi daşa qoyurdular. Olub elə. Avtobuslar, avtobuslarımızı daşlayırdılar. Gedirdik, üçrətdə dururdular, deyirlər, hayez, turkez, yəni ermənisən, türksən, bizə vermirdilər heç nə. Ya, amma qonşuluq əlaqəniz yox idi. Qonşu əlaqəmiz yox idi. Gedirdik, o sözləri deyirdilər bizə. Biz uşaq idik. Anamla gedirdim ən çox da. Mən uşaq tək gedə bilməzdim ki. Elə ki, Türkiyə deyən kimi kənara çəkilirdik, erməni gəlirdi. Nəsə alırdılar. Qalsaydı bizə verərdilər, qalmasa bizə heç nə verirdilər. Uşaqlığınızı Dərək kəndi ilə bağlı uşaqlığınız haqqında nə deyərsiniz? Kəndiniz haqqında nə deyərsiniz? Uşaqlıqda nə edirdiniz? Xatirələrinizdə nə qalıb? Xatirəmdə o qalıb ki, Dərəkəndə çox belə qonşularla, ham mehriban idi, ham bir-birindən elə bir qohum kimi idilər. Yəni erməni yox idi bizim kənddə. Bizdə ancaq rayonda erməni görərdik. Onlar da bizə çox pis davranırdılar da, yəni. Belə. Vallahi mən də sonra elə 10-cu sin 74-cü ildə qurtarmışam, gəlmişəm burada Sumqayıtda, universitetə işimi verməyə. Elə oldu, kəsildim, kollecə girdim. Yəni 74-cü ildən 74-cü siz ildən mən gəldim. Dərək kəndindən çıxmısınız. Elə ondan qabaq ermənilər, bilirsən necə idi? Bir mahnı var idi, Hayastan Nizdanı min Maqadan. Həmişə onu oxuyurdular o mahnını. Mən də uşaq vaxtı başa düşmürdüm ki, mən də hərdən zümzüm eləyirdim o mahnını. Amma başa düşmürdüm ki, o mahnının nədir? İçində nə var, məqsədi nədir? Sonra Sumqayıta gələndən sonra gördüm, dedim, məqsədləri buymuş. Nə idi? Mahnının içindəki sözlərin açıqlaması nə idi? Tümenəcən, Maqadanacan böyük Ermənistan bizimdir. Maqadanacan, Tümenəcən bizimdir Ermənistan. Onlar böyük Ermənistan eşqi ilə yaşayırdılar da, yəni. Heç rastınıza gəlmişdim ki, sizə deyirdilər ki, siz yerli deyilsiniz, gəlməsiniz. Elə yox, mən uşaq vaxtı çıxmışam, elə yəni ermənilərin ateş yerəm olmayıb da. Uşaq vaxtı deyəndə neçə yaşınız var idi? Mən məktəbi qurtardım, gəldim, harasa 15-16. 16 yaşından sonra siz oradan çıxmışsınız. Heç qayıdırdınız mı, gedirdiniz mi? Arada 1-2 dəfə getmişəm oxuyan vaxtı, bir dəfə getdik, 2 dəfə. Ailəniz sonra oradan özü könüllü köçdü, yoxsa Yox, departasiya? bizim orada evimiz, eşiyimiz qaldı. Biz heç bir də 2 dənə yatdıq, yorğan döşək getmişik də, yəni. Qalanı qalıb orada. Nazlı xanım, sizin əcdadlarınız, mən bilən, sizin bir dəfə deportasiya olunub. Hacıxanla Azbirdən. O barədə nə danışa bilərsiniz? Babam, nənəm danışırdı, babamı görməmişəm. Nənəm deyirdi ki, biz oradan qaçmışıq, gəlmişik. Oradan, yəni hardan? Azbirdən, Hacıxanla. Onda deyir, nənəm deyirdi, mənim qızıllarım var idi. Qəşəng topuq, qızıllar, kəmərlər, qızlar. Babam deyir, onu bir quyu qazdı orada Hacıxanla. Bastırdı ora ki, ermənilər o qızıla görə əl vurmasın qadınlara. Onlar ermənilər oradan qovdular. Özü həmişə ermənilər qış ayında, soyuq ayında elə ki, Azərbaycanlıları qaça-qaça salırdılar da, göç salırdılar. Həmişə qış, bayıq ki, 89-cu ildə də qış ayına saldılar. Demək, onlar 1905-ci ildən Hacıxandan Basakəçə rayonu Dərək kəndinə. İlk elə Dərə gəliblər, yoxsa başqa kəndə sonra Dərə? Onun valı nənəm demədi, axırıncı məskənləri ora oldu da. Mənim babam var idi, atamın dayısı. O da söhbət edir. Deyirlər, ermənilər yırdılar. Adı nə idi ona? Cəmil dayı. Bizi deyir, yırdılar bir dənə dama. Orada od vurdular, yandırdılar. Mənim həmən o atamın dayısı kürsü deyirik, belə. Orada girib ora, oradan başını çıxardıb, o bir dənə sağ qalıb. Bir elə kişidən o bir dənə sağ qalıb.
Hamısını öldürdülər. Hamısı yanıb. Neçənci il? Elə bir hardasa 18-ci illərdə. 1918. Hə, onda. Mən bilən sizin həm ana tərəfiniz, həm ata tərəfiniz ikisi də Hacım Aha, xandan o yandan, deportasiya o olundu. yandan gəlib. Hə, deportasiya oradan olunanlardandır. Da elə oldu deyir, babam qayıtmayıblar daha geri, elə orada məskənləşiblər, da nəyləri var qalıb işte orada da getmədilər. Nənəmlə söhbət eləyirdik həmişə. Erməni dəstələrinin rəhbəri Erməni dəstələrinin rəhbəri kim idi? O erməni mən sizə Bilmirsiniz. bunların mən sizə bir Nazilə xanım bir epizod deyim. Xalit bəy Nazilə xanımın yadına salım. Nazilə xanımın dediyi Cəmil dayısı, nənəsinin dayısı, onun oğlu Atamın İbrahim, dayısı, İbrahim. atasının onun Dayısı. oğlu İbrahim epizodundan istəyərdim bir balaca danışasınız. Ata onun epizodundan deməyiblər, onu da öldürüblər. Ancaq babamın qardaşı Bayramı, onu elə bir oradan qaça-qaça gələndə düşəndə Qubadlı tərəfdə, Qafan tərəfdə orada öldürüblər. Kafamda. Yəni hə ayrılıblar da, yəni qaçqınlıq, dövə hər bir yana qaçıb. 18-ci ildə. Aha, elə bir ki Bayram oğlu vardı, orada öldürüblər. Məsələn İbrahimi də mən bilən ermənilərin Onu da ermənilər öldürübdü. o barədə nə bilirsiniz? O barədə məlumatım yoxdur. Elə belə eşitmişəm də indi nənəm gedən ki, hə öldürüblər belə Cəmil Çox dayı. qaçaq, çox qaçaq oğlan Hə. oldu. Elə Bayram da babamın qardaşı. O da qaçaq Nəbigili onlar tərəfə gedirlərmiş. Çox olub orada qaçqınlıq. Hərə özü üçün nətər deyim? Partisan dəstəsi. Hə, partisan dəstəsi qurmaq istəyiblər. Sonra orada Qubadlıya, Qafan tərəfdə öldürüblər də onu. Belə. Onu nə babanız danışır da, nənə. Mən Adi Sumqayıtdan bir şey deyim. Sumqayıtda da Siz mən o baxışdım. üzrsə o Sumqayıt hadisələrində Onda deyirəm. Onda bizim mənim da sizə baxışım uşağım var idi. Erməni həkimi idi. aha Mesestra da həkim idi, Tamara, Lüda da həkim idi. Onlar həmişə Tamar aramız yaxşı idi da. İndi biz bilmirdik ki, nə var, nə yox. Dedi ki, biz ayda Ermənistana 50 manat pul ödəyirik. 50 rubl. Aha, rubu. Biz dedik köçürdük. Dedi, mən də qayıtdım ki, niyə ki? Dedi, bilmirəm, orada nəsə tikəcəklər. Nəsə düzəldəcəklər. Həmən Ofelia dediyi 50 manat. Onlar da orada pul yığırlar. Elə bir fevral ayı idi. Fevral ayının əvvəlləri. Tamara dedi, biz evimizi Amasya ilə dəyişəcəyik. Mən də dedim, niyə ki, Tamara gedib dəyişirsiniz da. Dedi, yox, biz orada yaşayacağıq. Bunlar hardasa elə bir ki, Sumqayıt hadisəsindən bir həftə qabaq getdilər. bir dənə sual verim. Siz bax bu suala değindiniz. Biz kökünüz Qərb Azərbaycan göçədən olan adam və o hadisələrin başlanğıcında siz Sumqayıt hadisələrinə mi şamil edirsiniz yoxsa Topxana, Qarabağdakı Topxana meşəsində? Yəni- siz Sumqayıtda yaşadığınız üçün, Bəli. bu hadisənin bilavasitə şahidi olduğunuz üçün sualı verirəm. Mən Topxana meşəsində yandırılanda burada mitinqlər olmuşdu. Etiraz mitinqləri. Aha. Ondan sonra Sumqayıt hadisəsi baş verdi. O Sumqayıt hadisələrini sizcə biraz detallı danışa bilərsinizmi? Onda bizdə demirəm, erməni var idi. Erməni dedi ki, biz 50 manat ödəyirik ora. Mən də bir iki dənə padurqam var idi. Erməni qızı. Rimagil, belə Lüdagil. Onlar vermədi. Mən soruşdum onlardan siz də ödəyirsiniz? Dedi, yox, biz ödəmirik. Soyadlarını Yəni, çəkə bilərsinizmi? onlar ödəmir. Soyadları yadınızdadır mı? Yox, soyadları yox. Bilirəm ki, Lida idi, Rima idi. Onlar dedi ki, biz niçin ödəməliyik ki, biz ödəmirik. Həmən o adamları fevral hadisəsində evlərində gedib öldürüb yandırmışlar. Halbuki ermənilər eləmişdi. Onu bizim Azərbaycanlılar eləməmişdi. O hadisəni ermənilər. Kim ki pul ödəməmişdi, bax həmən onları adres var axı bunlarda. Kim pul ödəməyib gedib onları evdə öldürmüşdü, yandırmışdı. Rimagili yandırmışlar evdə. Onu ermənilər özləri. Ermənilər özləri eləmişdi. Kim pul ödəməmişdi, onları eləmişdi. Onu hara ödəyirdilər sizcə o fondu? Nə Fond fondu? Yerevana. Nə fonduydu? Yazın. Demirdilər. Mən deyirəm də Tamaradan soruşdum ki, nə fondudur? Demədi. Dedilər, yığır, ödəyirik də ayda 50 manat. Demədi. Həmən o uşağın həkimi də Pramoy Moskvaya getdi. O Ermənistana getmədi. Moskvaya getdi, amma Tamara getdi Amasyaya. Onlarla biz aramız. Adi banisələrdə bir hadisə danışım. Oğlan uşaqlar olanda həkimlər, meseslər, aşıqlar, sizə mən baxışı, çox erməni idi. Hansı ki oğlan uşağı var idi,
Mən öz şahidiyəm. İğnə vururdular, öldürürdülər. Bunu Hə. Azərbaycanda elə. Bax, burada Sumqayıt şəhərində mən öz şahidiyəm. Sizə mən başlayım, mən də bir dənə oğlumu el öldürdülər. İğnə normal uşaq, hər şey zarov, hər şey yaxşı. 3 gündən sonra uşaq etçilər. Sonra o birisi oğlu üçündə olanda ermənilər də sizə mən başlayım da, yəni üzr istəyirəm. Erməni şirkəsi mənə dedi ki, uşaq ölüb. Düşürük aşağı, dərman verir, uşaq tələf olsun. Şah kəndli bir də aşırı var, hündür gəlin. O aldı məni onların əlindən, dedi yox, bu gəlini verin mənə, sara varsınız. Gəldi şu anda maşallah oğlum böyük, 2 oğlu var. Yəni ermənilər bax, o cürünə də əl atırdılar hər şeyə. Yəni biz o qədər içində olmurduq. Mən indi biraz ermənilərlə işləmişəm, laboratoriyada zıdda. Ruslar, ermənilər, ona görə onlar şahidiyəm. Yoxsa mən adam bilirdim. Göyçə haqqında nə deyə bilərsiniz? Göyçə haqqında çox şey deyə bilərəm. Bu dəqiqədə olsa gedərəm. Ancaq atamın torpağından götürmək üçün, yaşamaq üçün yox. O vaxt əmim qardaşıma dedi, Qutaranda Universitetə dedi, gəl orada kəndimizdə riyaziyyat müəllimi işlə. Qardaşım dedi, oranın axırı yoxdur. Çünki mənim atamın özü bir dənə apensitdən getmişdi Balensiya, qayıtmadı geri. Özüm bəlkə də işləmiş olasın. Həkimi kim idi? Nə erməni indi uşaq olmuşuq biz, bilmirəm. Mənim atam rəhmətə gedəndə mənim 3 yaşım oldu. Sonra daha hansı hadisələr eşitmisiniz, danışıqları bilmisiniz? Bayaqları deyirdiniz ki, filan kəsləri də ermənilər öldürüb, sağ gedib, ölüb gəlib. Vay, elə onları yəni çox biz məktəb uşaqları idi, ancaq dərsə qaçırdıq, ora qaçırdıq. Mamanız danışdınız ki, Xafiyəddin də belə öldürdü. Anam danışdı onu mənə ki, Güllü xalanın dedi qardaşı var idi, böyle çox gözəl oğlanı idi, boylu, buxunlu, yaraşıqlı. Bir ayağımla getdi rayona, nə üçünsə gedib. Orada axşam gəldi, öldü. Qanını o qədər deyir çəkmişdilər, vurmuşlar ermənilərə. İndi kimsə xəstə olub, qan lazım olub, vurublar onu. Mənim atam Banisədə yatanda anam deyirdi ki, erməni həkimləri deyirdi ki, nənəmə deyirmiş ki, sənin oğlunun 2 ürəyi var. 2 ürək. Yəni o qədər işgən dərman iğnə vururlarmış ki, ölmürmüş daha. Deyirlərmiş sənin oğlunun 2 ürəyi var. Aynen. Ona görə nə bilməyim. Axı demirəm, ermənilərin yaxşısı da olub. Düzdür, yaxşısı, pisi də olub, yaxşısı da olub, deyə bilmərəm. Məsələn, mən xalam geri çıxmırlarmış da, ambarda olub, qonşu kənddə. Gəlib dostu deyir ki, niyə oturursan, çıx yine. Ası kənddə? Sədanxaç idi, indi Güneylədilər. Güney. Orada Sədanxaçda. Deyiblər ki, Qiyascan, niyə oturmursan? Səni gəlib öldürəcəklər. Heç götür ailəvi çıx. Bax elə, Sədanxaçda Fatma xalam, bir dənə xalam oldu. Bax elə eşidirdim, yoxsa mən uşaq idim də, uşaq vaxtı çıxdım, gəldim. Biraz otururduq, söhbət eləyirdik. Nə bilim. Tarix, uşaqlıq xatirələrinizdə demək, yaxşı şeylərlə yanaşı pis şeylər də qalır. Çox. Xəlq bəy əlavə sualınız var mı? Sizin o Tamara getdiyiniz Tamara tanışınız. Sestiraydı. Bəli, o Sumqayıt hadisələrindən bir həftə qabaq getdi. Soyadını deyə bilərsinizmi? Yox, soyadını bilmirəm. Elə biz Tamara deyirik. Nəsə, o daha sizə hansı məlumatlar vermişdi? Heç öyle, bir də onu dedi ki, biz ayda 50 manat pul köçürdürük oraya, Yerevana. Mən də elə belə soruşdum ki, ne üçün? Dedi ki, nəsə tikəcəklər, nə yiyəcəklər, bilmirəm. Buydu. Yaxşı, bəs pul yığan kim idi? Göndərirlər onlar. İndi yəqin özlərinin fondları var, nömrəsi var imiş də, göndərirlərmiş. Həmən o pul verməyən adamları ermənilər adresi bilirdilər. Hamısını bir evində öldürdülər, yandırdılar. Sonra attılar Azərbaycanların boyuna. Halbuki orada Azərbaycanlılar heç çox iştirak eləməmişdi. Amma siz özünüz o hadisələr zamanı Sumqayıtda olmuşsunuz mu? Sumqayıtda olmuşum. O hücumları görmüşsünüzmü? Hücumları bizi qorxudan evdən bayıra çıxmırdıq. Dedik ki, gəlib bizi də ermənilər öldürəcək, biz çölə çıxmırdıq. Yəni belə, Allah haqqı, özüm necbi, məsələn, ataları yox, uşaqlar Rusiyadaydı. Evdə balta, ip, hər şey qoydum ki, ermənilər öldürsə, gəlib bizi də. İplə uşaqları pəncərədən atıb, sallayım çölə. Yəni, mən ermənilərlə oldu, başlayıb davaya. Və elə bir şey də oldu. Həqiqətən.
Oradan da böyük bir tarixi faciədir. Adi bir Azərbaycanlı var idi, şofer idi. O heç bəlkə də heç bir əlaqəsi olmamışdı. Yəni bu fevral hadisəsində. Ona Ruslar verdi ölüm tutdular. Halbuki o ermənini buraxdılar. Erməni neçə il getdi xaricdə yaşadı. Adı nə idi? Qriqoryan idi. Nə idi? Beləcə bir adı var idi erməninin. Hamısını təşkil edən o Qriqoryan olmuşdu. Mitinqə çıxıb stolpada o idi. Yəni o mitinq eləyirdi. Güya belədir, elədir, hər şey. Güya ermənilər yaxşıdır. Ancaq o idi. Qriqoryan idi. Hər şeyi təşkil edən Qriqoryan idi. Siz özünüz bilirsiniz ki, o hər şey təşkil edir, yoxsa sizə kimsə Mən məlumat sonradan verdi? məlumatım oldu. Sonradan Yəni, ha. Bildim ki, çünki onun mitinqlərini biz görürdük də, getmişik də. Elə belə kənardan baxmışıq. Çıxırdı hündürə, başlayırdı qışqırmağa ki, ay belə. Siz onu öz gözlərinizlə Gözümlə görmüsünüz. görmüşəm, stolpaya çıxırdı belə hündür. Orada başlayırdı çıxış eləməyə. Hansı dildə? Azərbaycan dilində. Və nə qışqırırdı? Heç nə bilim, kimisə əleyhinə, güya hər şey yaxşı olacaq, nə bilim, nə edəcək, ermənilər, ancaq nətər deyim, güya biz dostuq, biz nəyik, yəni biz heç nə eləyə bilmərik. Söz. Ermənilər şey eləyir də, bu şəraiti ermənilər yaradır. Güya bu şeylər hamısı yox, güya Daşnak Üstün Partiyası var idi. Onlar təşkil edir. Daşnak Sözün barədə siz ilk dəfə olaraq harda eşitmişsiniz və neçənci ildə? Daşnak Üstün Partiyasını mən deyim də bir dəqiqə. Hardasa 79-da zaten belə eşitmişəm ki, elə bir partiya var. Kimdən Azərbaycanlıları məlumat görürsən. almışsınız? Elə bilənəm yaşlı adamlardan, kimlərdən belə ki, onlar partiyadır, müsəlmanları da qıran onlardır. Yəni orada Azərbaycanlıları öldürən də eləyən də həmən partiyanın adamlarıdır. Onlar elə bir söhbət eləyəndə. O sizin böyükləriniz deyirdi ki, Azərbaycanlıları qırırdı, yoxsa müsəlmanları? Onlar da müsəlmanları da, yəni türk deyirlər, ermənilər bizə müsəlman demirdilər. Siz özünüz, yəni sizin böyükləriniz özünü necə adlandırırdılar? Bizə pis təsir eləyirdi da, necə təsir eləyəcək ki? Yox, yəni Yox, Türk kimi necə adlanır? adlandırırdı, yoxsa Azərbaycanlı kimi? Yox, burada Azərbaycanlı kimi eləyir, şey eləyirlər, amma bəziləri də var, türk kimi deyirlər. Deyirlər, türklər bizim düşməndir. Azərbaycanlılar bizim İndi belə düşməndir. deyil. Sizin geniniz, bax belə deyək də, atanız, ananız özünü Türk kimi Yox, təqdim yox, edirdi, yox. Azərbaycanlı. Azərbaycanlı kimi. Azərbaycanlı. Azərbaycanlı yoxsa müsəlman? Müsəlman, Azərbaycanlı fərqi nədir? Eyni şeydir də. 80-ci illərində ermənilərin hansı təşkilatları barədə məlumatınız, ermənilərin hansı təşkilatları fəaliyyət göstərirdi? Sizin məlumatınız varmı? Bir dənə onu mən elə eşitmişəm ki, Daşnak Üstün Partiyası idi. Başqa heç nə eşitməmişəm. Yəni yaradan da onlar. Nazilə xanım orta məktəbi qutarıb, Basakicə rayonunun Dərə kəndində Pəmbəkdə qutarıb. Qutarandan sonra orta məktəbi qutarıb və 74-cü ildə artıq Sumqayıt şəhərinə köç edib. Kökləri, əcdadları orada qalıb, amma əcdadları bir dəfə ki, sonra ikinci dəfə qohum-əqrəba, nənəsi, babası, babaları, əmiləri, dayıları və deportasiyaya məruz qalıb. Özləri ailə olaraq deportasiyaya məruz qalmayıblar. Çünki mənim atamı ermənilər öldürdüyünə görə biz qarışım qayıtmadı ora. Dedi ki, oranın axırı yoxdur, mən gəlmişəm. Bəli. Siz Sumqayıt hadisələri barədə, yəni siz o hadisələri özünüz müşahidə edirdiniz. Və o Qriqoryanı hansı küçədə görmüşsünüz? Yəni hansı meydanda? Qriqoryanı bizə Sülh küçəsi var. Şey var, orada. Sülh küçəsində. Mitinq orada eləyirdilər. İcra hakimiyyətinin yanında. Yəni hadisələr mitinqdən başlayıb? Birinci mitinq oldu. Bu meşəni yandırdıqlarına görə. Ondan sonra elə necə deyim, bu Qriqoryanın çıxışları oldu. Nədir? Azərbaycanlıları yığdı başına. Belə ki, ermənilər öldürmək lazımdır. Sumqayıtda yaşayan ermənilər öldürmək lazımdır. Nədir? Burada hansı ermənilər sizə hücum eləyəcəklər, öldürəcəklər sizləri. O hamısını eləyən o oldu. Qriqoryan oldu. Siz bu şəxsi hardasa görmüşsünüzmü?
Elə bunu mən şeydə, mitingdə görmüşəm. Qriqoryandır o. Siz onu görmüsünüz? Görmüşəm, mitingdə görmüşəm mən bunu. Sakalı idi yoxsa Yox, onda cavan? saqqalı yox idi. Saqqalı yox idi onda. Okay. O Amma belə sifət quruluşu elə bir Qriqoryandır, mən gözümün qabağında. və Azərbaycan dilində qışqırırdı. Aha, Azərbaycan dilində qışqırır. Bəs niyə Azərbaycan dilində qışqırırdı? Kimə müraciət edirdi? Xalqa, cəmaata. Kimə eləyəcək ki? Cəmaata. Onda da indi prosta çəkilişdi demirəm. Sadəcə o çağırırdı ki, ermənilər hücum edilsin. Ermənilər hücum eləyəcək, eləyəcək, öldürəcəklər. Sizi, Azərbaycan. Azərbaycanlıları öldürəcəklər, neynəyəcəklər, belə. Ondan sonra amma ermənilər öldürdülər. Hansı evdəki ermənilər pul verməmişdi, o ermənilər öldürdü. O 50 manat məsələsi. Siz deməli o pul verməyən erməniləri şəxsən tanıyırdınızmı? Hə, onlarla bir yerdə işləmişəm mən, o zavodda, laboratoriyada bir yerdə işləmişəm onlarla. Şəkillər də var idi, mən bilsəydim belə gətirərdim. Ha, şəkillər də Sonra gətirəcəksiniz. göndərir, mən sizə Hə, veririm. ataram sənə. Başa düşdüm. Sumqayıtdan əvvəl sizin qohumlarınız, o Sovet Ermənistanında yaşayan qohumlarınız eşidirdi ki, hansısa hadisələr olacaq ya da problemlərlə rastlaşırdımı? Təqribən elə bil ki, hiss eləmişdilər. Yavaş-yavaş gəlir. Düzdür, onlar bizdə elə bir qohum əqrəba çox qalmırdı. Hamısı uşaqlar oxuyub qutarırdı, gəlirdi Bakıya, Gəncəyə. Oxumaya elə orada da qalırdılar. Yəni belə köç halında yox. Kim oxumağa gəlirdi, daha geri qayıtmırdı. Amma Əmingil sona Əmim qədər hə, qaldı. sonacan qaldı. 88-ci ildə ailəsinin Əmim deportasiya olundu. hə, əmim sonacan qaldı. Elə məsurə dolar içində əmim deyir ki, məsurənin üzünə qara çəkmişdik ki, yəni görsənməsin də. Məsurə bilirsən də qəşəng olmuşdu. Deyir üzünü kömürlə də özünü belə qaralamışdı. Deyir prosta keçəndə posta deyir əmim bilir ermənicə bilirdilər ki. Deyir gördüm erməni qayıdıb deyir ki, bu maşında bir dənə qəşəng qız var, qabaqda saxlayın. Əmim danışır bunu. Deyir mən də deyir nə tərs sürdüm əmim o qədər. Belə dedim istər erməni ayaqlayım. Neynim qazağa keçdilər. Deyir sürətlə maşını saxlamadım deyir. Harda deyir saxlama dedilər mən saxlamadım deyir. Bir də ona dedim ki düz bir qazağa keçiblər. Elə keçdi qazağa. Allah rəhmət eləsin Kazım müəllim. Bax o əmim danışır. Nazlı xanım, təşəkkür edirəm. Çox ağır hadisələrdə Mən yəni deyildiniz. içində çox yaşamamışam. Yəni yaşadıqlarım Amma sizin bu. elə Bakıda, Sumqayıt şəhərində, Azərbaycanın böyük şəhərlərindən biri olan Sumqayıt şəhəri hər zaman bunu insanlar tərəfindən deportasiyanın başlanması kimi, Qərb Azərbaycanın 88-ci ildəki deportasiyanın başlanmasını məhz Sumqayıt hadisələri ilə əlaqələndirdikləri üçün sizə təşəkkür edirəm bu Sağ məlumatı olun, bizə mən də verdiyinizə təşəkkür görə. edirəm. Çünki Sağ olun. Sumqayıt hadisələri bizim bu Qərbi Azərbaycandakı olan bizim deportasiya 88-ci ildə deportasiya olunmasına səbəb olmadı. Yəni sizin bu çıxışınızdan biz onu gördük ki, Toplağanaq meşəsində fevral ayındakı meşənin yandırılması və Qarabağda başlanan o hadisələrdə bizim köçməmizə, Qərb Azərbaycandan köçməmizə deportasiya olmasına səbəb oldu. Eyni zamanda Sumqayıt hadisələrində siz çox gözəl bir faktı bizə məlumat olaraq verdiniz ki, onların xüsusi fond var idi. O fonda pul verməyən erməniləri ermənilər öz əllərindən öldürdülər və onu məhz Azərbaycanlıların adına qoydular. Çox sağ olun bu məlumat. Bir də soruşmaq istəyirəm, siz o hadisələrdən əvvəl xarici, yəni xaricdən gələn, ya da başqa şəhərlərdən gələn müxbirləri görmüsünüzmü? Xeyr, görməmişəm. Yəni xarici qonaqları ya da Xarici qonaqlardan yox. Prosta bir dənə onu bilirəm ki, bizdə Ermənistandan bu qaça-qaçda köçürənə bizim 88. icra hərəkətimiz kimi idi. Onu icazə vermədilər ki, oradan gələnləri Qarabağa yerləşdirilsin. Cəmaatımızı Qarabağa, mən onları eşidirdim. Deyirlər ki, oradan gələnləri Qarabağa yerləşdirməyin. Ya Bakıya, ya Şəmkirə, Gəncəyə, yəni Qarabağa qoymadılar. Oradan gələn Azərbaycanlılar heç biri Qarabağa yerləşmədi. Gəlmişlər qoymadılar. Hə, qoymadılar. Oradakı Çox sağ icra olun. hakimiyyətimizin bacısı idi. Çox sağ olun. Sağ olun, Sağ olun, mən də sağ olun, təşəkkür sağ olun. edirəm. Çox sağ olun, Sağ var olun. olun, minnətdaram, sağ olun, sağ olun.